Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bu ikinci dərsidir Qur'an amuzişində. Qur'anı öyrəşməyə. Qur'anı ki, dedik keçən cələsə ki, Allahın sözüdür yer üzündə və Allahın vəhyidir insanlara. Əgər biz istəsək ki, ən yaxçı söz tapaq, Qur'andan və Allahın sözündən yaxçı və gözəl söz tapanmalıyıq. Bu Qur'anı Allah özü buyurur Peyğəmbərə və möminlərə ki, o miqdar ki, sizə müyəssərdir, eləyə bilərsiz, Qur'an oxuyun. Qur'anı oxumaqlıqda biz gərək ərəbi hərflərin öyrəşək. Ərəbinin hərflərin əlifdən yaya kimin öyrəşə eləyə bilək Qur'an kitabı, o zaman ki, açırıq qabağımıza, eləyə bilək Qur'anı ərəbi hərfləri ilə oxuyaq. O zaman ki, istəyirik oxuyaq. Bismillahirrahmanirrahim. Gərək bunu, b, s, m, bunları eləyə bilək, oxuya bilək, tanıyaq hərflərin. Ərəbi hərflərin əvvəl dərsidə neçə dənə hərfi dedik. Öyrəşdik ki, əlif, əvvəlin hərf ərəbidə əlifdir. Əlif bir dənə üstdən aşağıya çəkilir. Bu A, ya, bəzən də, bəzi vaxtlarda ə səs verər. Əlif. İngilisi hərfində qabağında yazmışıq ki, görəsiniz ki, əlif ərəbidə nə cür yazırlar ki, İngilisidə də əlifin müadili bu ola bilər. Ey. İkinci hərf B-dir. B. Ki, oxuyanda deyirlər ba. Eyni İngilisi hərfi ki, deyirik A, B, C, D. Ey həman ə ya adır, kəlmənin içində ə ya a oxunar, amma hərfləri sayanda deyik ey. Ərəbi hərflərdə də bu ə ya a oxunar, amma hərfləri sayanda deyirik əlif. B. Hərfləri sayanda deyik ba. Üçüncü hərf t. Hərfləri sayanda deyirik ta. F. Ki, adı fa. Bunları geçən dərsdə də deyilmişdi. Bu qalan hərflərə baxaq. C. Adı cim. H. Ki, deyərlər ha. X. Ki, deyərlər ha. İndi bu neçə dənə hərfi ki, öyrəşdik? 28 dənə hərfə kimin öyrəşəcəyik? Ərəbi hərfləri 28 dənədir. Amma bu neçə dənə hərfi öyrəşmişik, görək bu hərflər ilə kəlmələrdə bu hərflər nə cür gəlirlər? Baxaq. Əlif, B, ba, ta, fa, cim, ha, xa. Ki, olur A, B, T, F, C, H, X. Baxın. A ilə B qatışar, bu kəlmə düzələr. Əb. Əb özü bir kəlmədir. Ərəbidə əb ata mənasındadır. Bəs görürük ki, bu hərfləri ki, öyrəşdik. 7 hərf. Bu 7 hərf ilə eləyə bilərik, bəzi kəlmələri oxuyaq. 28 dənə hərfidən bura kimin 7 hərf öyrəşmişik. Burada əlif ilə xa qatışanda bir kəlmə düzələr. Əx. Əx özü bir kəlmədir. Əx yanı qardaş. Ərəbidə əx yanı qardaş. Ba ilə ha qatışanda onlar hob
Hob ərəbidə məhəbbət mənası verir. Bəs görürük ki, bu hərfləri örgəşmək ilə kəlmələri nə cür oxuya bilirik? Yenə diqqət eləyək. Ə, B. Əvvəlimizə əlif, ba ilə qatışır, bir kəlmə olur. Əb. Əlif ilə bayı örgəşmişik, bilirik nə cür oxuyaq. Əb. İkinci kəlmə ha və badır. H, B. Hob. Bu hərfləri tanıyırıq və örgəşmişik. Nə cür oxuyaq? Ya burada əlif, xa. Əlif ilə xa oxumuşuq, başarmışıq. Bu kəlmə gəlsə, bilərik ki, bu oxuyarıq əx. Bu hərfləri gərək 28 dənə hərfi, bu hərflər 28 dənə hərfidir. Bunları bir-bir örgəşəcəyik. Bu hərfləri gərək əvvəldə örgəşə, ondan sonra bunları kəlmələrdə oxumaqlığın örgəşə. Axırda eləyə bilək, Qur'anı qabağımıza açandan sonra oxuya bilək. İnşallah neçə dənə dərsdən sonra rahat eləyə biləcəyik bu Qur'anın kəlmələrin və ayələrin və Allahın sözlərin rahat oxuyaq. Amma bu hərflər və kəlmələri oxumağın yanında, kənarında hətmən gərək biz qəraətə də, Qur'ana da qulaq asaq. Yəni, iki dənə biz iş görəcəyik. Biri budur ki, Qur'anın oxumaqlığını örgəşəcəyik, bu hərfləri örgəşməyi ilə, bu kəlmələri örgəşməyi ilə. İkinci budur ki, bu hərfləri örgəşməyinin yanında, kənarında, bunlarla birlikdə gərək biz Qur'ana qulaq asaq. Qur'ana qulaq asaq, Qur'anı eşidək, eləyə bilək o deyənləri, qari oxuyanları biz də oxuya bilək, biz də deyə bilək. Bu kafi deyil ki, biz Qur'anı açıb oxuya bilmiş olaq. Biz məsələn bir dənə İngilisi kitabı açaq qabağımıza, hərflərini tanıyırıq, amma bu kəlmələrin qəşəh oxumaqlığa gərək qulaq asaq, bir nəfəri ki, İngilisi danışır, ya bu kitabı oxuyur. Bu Qur'anı əvvəl klasslardan, əvvəl dərslərdən ki, başlamışıq, hətmən bu əlifba ki, örgəşisiz, əlifba ki, örgəşisən, bununla birlikdə Qur'ana da gərək qulaq asasan, qarıların qəraətlərinə qulaq asasan. Amma istəsək, rahat örgəşək qulaq asmağından gərək tərtilə qulaq asaq. Tərtil bir xas oxumaqlıqdır Qur'anı. Ki, rahat oxuyur, hərflər, kəlmələr bir-bir çıxır eşiyə, rahat eləyə biləsən, sən biləsən ki, bu hangi kəlməni deyir. Biz bu dərsidə istəyirik, neçə dənə dərsdə bu işi görəcəyik ki, Həmd surəsini təkrar eləyək, ta eləyə bilə Həmd surəsini eşitmək ilə kəlmələrin düz deyə bilmiş olaq. İndi diqqət eləyək Həmd surəsinə. Bu Həmd surəsini ki, qulaq asacağıq, o qarı ki, Həmd surəsini oxuyur, qəraət eləyir, o Minşavi adındadır. Minşavi çox rahat oxuyan qarılardandır ki, bundan çox istifadə eləyərik, bundan çox örgəşməyə yaxçıdır. Birlikdə qulaq asaq, diqqət edək ki, Həmd surəsini nə cür oxuyur. الصراط
Sadaqallahul aliyyul azim. Diqqət eləsə, bu qulaq assaq neçə dəfələr, qulaq assaq bu qəraətdə eləyə biləcəyik, oxuyaq. Bəs 2 dənə biz işə lazım varımızdır Qur'anı öyrəşməkliyə. Biri budur ki, Qur'anın üzündən oxuya bilə, hərflərin öyrəşə, baxdıq, oxuya bilə. Biri də budur ki, bu Qur'an oxumaqlığa qulaq asaq, eləyə bilə, rahat kəlmələri, ayələri rahat oxuya bilə. Özür ki, düz oxuyanlar və ərəblər oxuyurlar. Bir nüştədəki var, bir sözdəki var, o deyə bilirik. Baxsaq burada Bismillahirrahmanirrahim Həmd surəsində neçə dənə hərfləri ki oxumuşuq, bu da tanıya bilirik. Bu, bıdır, diqqət eləsə, nüqtəsi var. Bismillahın əvvəlində. Bu, Allahın əlifidir ki oxumuşuq. Bir dənə üstdən çəkilir aşağıya. Bu, Ər-Rəhmanın əlifidir. Baxsaq, Rəhman, bu hadır ki oxumuşuq. Ər-Rəhimin əlifi, hası, oxumuşuq bunları. Bunlar öyrəşmişik. Bu bıyı tanımışıq, Rəbbin bıyını tanımışıq. 28 dənə hərfi öyrəşəndən sonra görəcək ki, bu hərfləri və kəlmələri rahat eləyə bilirik, oxumuş olaq. İnşallah ki, bu dərsi də eləyə bilmiş olaq ki, hərfləri öyrəşmiş olaq. 7-dən hərfi öyrəşdik. Bildik ki, bu hərflər bir-birlərinin yanında dayanarlar, kəlmələri düzəldərlər və bildik ki, bu kəlmələr hərflərdən düzəliblər və bu hərfləri tanıyandan sonra edə biləcəyik kəlmələri oxuyaq. Bir də bunu bildik ki, bu hərflər öyrəşməyi ilə birlikdə gərək qulaq asaq Qur'an tərtilinə, büzürlüylə öyrəşə bilər. Dedik ki, tərtil, Minşavinin tərtili download edəsiniz internetdən. Bunun Minşavinin tərtilinə qulaq asasınız. Eləyə biləsiniz, bir ay Minşavinin tərtilinə qulaq asa biləsən, onda eləyə biləsən Minşaviyə tay kəlmələri, ayələri